QA nədir? Bu sahədə gəlir var, qərb sekretim olaraq sizin üçün beynəlxalq bazarı araşdırın. İndi isə yaxın əyləşin, birlikdə baxaq. İlk öncə Google-un search hissəsinə gəlib, buraya pay scale, salaries, research əlavə edib axtarış edirik və axtarış bölməsinə ilk səhifəyə daxil olub, burada jobs hissəsinə yazaraq search edirik. İllik ortalama maaşların 81.239 dollar olduğunu görürük və bu 7 avqust 2025-ci ilin tarixinə əsasən son yeniləmə tarihi bu vaxta qədərdir. Əsas əmək haqqının 61K ilə 110K arasında dəyişdiyini görürük. Bonus olaraq isə burada 1K ilə 10K arasında dəyişdiyini görmüş oluruq. Eyni zamanda burada QA-nin nə etməli olduğunu, iş müddətinin nə olduğunu, vəzifələrinin nə olduğunu və hansı texniki xüsusiyyətlərə sahib olarsa daha yaxşı irəliləyəcəyini görmüş oluruq. Bacarıqlar hissəsinə gəldiyimizdə isə burada əsasən QA-nin keyfiyyətə nəzarət, keyfiyyət təminatı və keyfiyyəti təkmilləşdirmə ön plana atmış kimi görünür. Burada isə saatlıq əmək haqqları göstərmiş oluruq. Saatlıq QA-nin əmək haqqısı isə 30 dollar civarında dəyişir. Ortalama illik maaşlar belədir. Təhsil bizdən. Bəs sən